təsəvvür edin, dünyanın ən gözəl ətrin bir flakonda, bir belə ətir şüşəsində ətrin ən gözəl ətir hansı biridir? Onu gətirin, tökün həmən o xəndəyə, o palçığın üstünə. O palçıqdan oradan ətiri gələcək, heç vaxt gəlməyəcək. O alim bunu deyəndən sonra deyirdi ki, insan qəlbi də belədir, əzizlərim. İnsan qəlbi də belədir. Kin, küdurət, düşmənçilik, nifrət. İnsanın qəlbin o cür iylənmiş palçığa döndərir. Ora nə qədər ətir tökürsən tök, əstəğfirullah denə. Bax, ona görə xəvaric nicat tapa bilmədi. Namaz qılmaydan alnı yara olmuşdu. Namaz qılmaydan dizi qabar bağlamışdı. Quran oxumaqdan dili yara olmuşdu. Amma zamana imamına qarşı çıxdılar, Həzrət Əliyə qarşı çıxdılar. Niyə görə? Çünki